sənə 100 kvadrat, 4 otaq, tam təmirli, içində kombisi, mətbəx mebeli, lüstrü, hər şey qalmaq şərti ilə super bir dənə kupçalı, tam paket kupçalı. Yəni o deməkdir ki, evində torpağında kupçası olan super bir dənə ev çəkib təqdim edirəm. Təqdimatı saxlayıb evin çöl hissəsini göstərib, sonra başlayacağım səhərini göstərməyə. Dəyərli izləyicilərimiz, bura evin həyətidir. Bir dənə həyəti var ki, gəl görürsən, güllü, çiçəkli, kombisinin yeri zadı, hər şey hazır. 2 mərtəbə, 4 otaq, sənəd kupça, qiymət də ki, Allah qiymətdir. Evin içərisinə doğru. Tamaşalarım qəşəng. Evin əsas giriş hissəsidir. Girdin. Burada sanuzeldir. Tam təmirlidir. Hər 2 mərtəbənin ikisində də hamamla sanuzeli mövcuddur. O hissədə yerləşir evin kladovkası, artıq əşyalar yığmaq üçün. Burada yerləşir evin bir dənə geniş yataq otağı. Sənədi kupçadır. Qonaq otağı, özür istəyirəm. Sənədi kupçadır, geniş bir dənə qonaq otağı var. Tam təmirlidir. Keçək indi isə mətbəxi də göstərək. Mətbəxə də baxın, görün necədir. Bu da mətbəxdir. Geniş bir dənə mətbəx pəncərəsinin qarşı gül çiçək elə bir ki, rayondasan da başa düşdün. Mətbəx mebeli zadı, hər şey quraşdırılıb hazırdır. Burada da televizor var. Bu kimdə? Milli proqramlar göstərilir. İndi isə qalxaq ikinci mərtəbəni göstərək. 3 dənə yataq otağımız, bir dənə sanuzelimiz var. Gəl. İkinci mərtəbədə rayon havası tapmışam bax. Buna bax. Balam da. Gül çiçəyi, evdə nə qəşəng güllər var. Qəşəng səliqəli. Burada balkonu, gəmrək göstər balkonu. Qəşəng geniş balkon, qiymət də ki, köhnə bazar qiymətinə satıram bu evi. Köhnə qiymətlə. Əvvəl bu evlər neçə idi? 85.000, indi də 85.000-ə satacağam. Göstər. Evin yataq otağı. Tam təmirlidir gördüyünüz kimi. Burada ikinci mərtəbədə yerləşən hamam sanuzel. Həqiqətən bu qiymətə qardaşı sizə qəşəng ev çıxardır. Özü bilsən necədir? Məktəb düz evin yanındadır. Məktəb düz evin yanında. Burada evin deməli uşaq yataq otağıdır. Tam təmirli. Burada da sonuncu yataq otağıdır. Dəyərli və əziz müştərilərim, xanımlar və cənablar, satış qiyməti təyin edilib 85.000 manat. Real alıcı ilə qiymətdə razılaşmaq olunacaq. Gəlin yerində baxın, danışın, razılaşın. Nəzərinizə çatdırıram ki, köhnə qiymətdir. Sağ olun.